Mənə bir tanrı verə bilərsən? Hansını istəyirsən? 20-yə var, 40-a var, 100-ə var. 20-liklə 100 manatlıq arasında nə fərq var? Böyüklük fərqi var, qalan hər şey eynidir. 20-lik işimi görər onda? Yaxşı, sənə 15-ə verirəm, götür get. Aclıqdan ölürəm tanrım, mənə yeyəcək bir şey ver. Az qalsın dəli olacaqdım. Tanrı işə yarayır. Evə dönə biləcəm. Biri mənim aparatımı oğradı tanrım. Xahiş edirəm onu mənə geri gətir, evimə qayıda bilim. Bu tanrının zalyatkası qutarıb. Birinci işimə yaradı, sonra işləmədi. Nə demək istəyirsən? Təzə bir element tap. Elementlə işləmir o. Niyə işləmir axı? İstehsalatında səhvlik olub. Mən xətalı mal düzəltmərəm. Bu tanrını sən mi düzəldibsən? Hə. Öz əllərimlə. Sən mi tanrını düzəltdin, yoxsa tanrı mı səni? Təbii ki, tanrı bizi yaratdı, biz də onun heykəllərini düzəltdik. Niyə heykəllər düzəldirsiniz? Dua edib, dərdlərimizi danışaq deyə. Bunda yoxsa mikrofon mu var? Necə gedir mesajlar tanrıya? Tanrının mikrofona ehtiyacı yoxdur. O özü bizi eşidir onsuz. Özü bizi eşidirsə buna nə ehtiyac var? Nəyi var bu adamın? Mağazamı bağlatdırmaq istəyirsən? Dərdin nədir sənin?